tam əminəm, adım kimi əminəm, İlham Əliyev bitdi hamısına cavab verəcək. Qanunsuz həbsinə etiraz olaraq 39 gündür ölüm aclıq edən siyasətçi Tofiq Yaqublu artıq su da içə bilmir. İctimaiyyət nümayəndələri deyir ki, Prezident İlham Əliyev hətta onun ölümünü də gözə alıb. Ancaq bunun ən gec bir neçə ilə yaradacağı məsuliyyəti tam anlamır. Çünki Ağır Cinayətlər Məhkəməsində siyasətçinin şərləndiyi tamamilə üzə çıxıb. Növbəti bir rəzalət, növbəti bir biabırçılıq qanun adına. Belə ki, ekspertiza rəyi sənədlərdəki imzaların Tofiq Yaqubluya aid olmadığını, mobil operatorların verdiyi məlumatlar isə Yaqublunun cinayət törətdiyi iddia olunan vaxtda tamamilə başqa yerdə olduğunu üzə çıxarıb. Açıqca dedilər ki, sənin oğlunu da öldürüb qızını yanına göndərəcək. Şəxsən mənə deyiblər. Hətta zərər çəkmiş və şahidlərin polisin ştatdan kənar əlaqələri olduğu üzə çıxsa da, məhkəmədə siyasətçi 9 il azadlıqdan məhrum edilib. Tofiq Yaqublu dəladuz deyirlər. Amma bir dəladuz üçün görürsünüz necə həyəcanlanırlar. İlham Əliyev demir, Tofiq Yaqublu dəladuzdur. Görsün ki, necə dəladuzdur. Niyə gəlib çəkmədilər? Tofiq Yaqublu Azərbaycan müxalifətinin ən tanınmış simalarından biridir. Onun ölüm aclıq etməsini Azərbaycanın ictimai fəalları narahatlıqla qarşılayıb. Siyasi motivlərlə həbs edilmiş bir neçə jurnalist və fəal Yaqublunun azadlığa buraxılmasını tələb edib. Hətta onun əvəzinə cəza çəkməyə hazır olduqlarını bildiriblər. Hazırda məhkəmə prosesi gedən Abzas Medianın həbs edilən əməkdaşları da Yaqublunun azadlığı üçün çağırış edib. Aldığımız yerdən davam edirik, amma bir fərq var. Daha əzmkar, daha qətiyyətli və daha inamlı. Tofiq Yaqublu üçün aclıq aksiyaları yeni deyil. 2020-ci ilin martın 22-sində xuliqanlıq ittihamı ilə 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilən 65 yaşlı siyasətçi məhkəmənin ədalətsizliyinə etiraz olaraq aclıq aksiyasına başlayıb. Bu etiraz 17 gün davam edib. Məhkəmə Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edib. Vəziyyəti ağırlaşdığı üçün o istintaq təcridxanasından xəstəxanaya köçürülüb və sonradan ev dustaqlığına buraxılıb. Mübarizə bugündən davam eləyir. Qanunlara əməl eləmək lazımdır. Günahsız insanları azad eləmək lazımdır. Tofiq Yaqublu atasından hakimiyyəti aldıqdan sonra 22 ildir ölkənin başında olan İlham Əliyevin əsas siyasi rəqiblərindən biridir. Yaqublu son 3 prezident seçkisinin ikisində həbsdə olub. Mübarizə davam, rədd olsun quldur. Əliyev hakimiyyəti. O, ümumilikdə 32 illik Əliyevlər hakimiyyəti dövründə 8 dəfə həbs olunub. Bütün həbslərində isə vicdan məhbusu kimi tanınıb.